salü geh belayı hicrile zarem. Özüm bilmezem hem derdim nedir mellece bimarem. Gemi hiç güçle bir dermanı yok derde giriftarem. Yetmez mi ki bir derd artırırsan derdime sen hem. Cüda senden bela bir derdi hicran ile tuttum kul. Olur her dem mene bidat derd ayrı bela ayrı. Bela bir derde düştüm ruzigarım böyle halim bu. Yetmez mi ki bir derd artırırsan derdime sen anam kurban. Bilmirəm, tanıdınız mı bu qeyri-adi səsin sahibini? Sizin də Azərbaycanda ilk şəhid xanəndə, Qarabağın çox sevilən, amma bugün nədənsə unudulmaq üzrə olan, haqqında uzun illərdir veriliş hazırlanmayan xanəndə Şahmalı Kürdoğlunu dinlədiniz. Çılğın adamıydı o, Ras muğamının da atası sayılırdı. Huzurlu da olduqca sevirdi, bəlkə də buna görə də dünyanın əbəs olduğunu anlayırdı, bəlkə də buna görə də onun ne ihtiyacları bugün çox az qalıb və ailəsi də Ağdamdan köçərkən onun arxivini itirir. Buna görə də mən bu verilişi hazırlayarkən olduqca əziyyət çəkdim. Elə verilişimin ilk dəqiqələrindən mən bu kadrları tapmaqda mənə kömək etmiş bir çox insana öz təşəkkürümü bildirmək istəyirəm. Mən oyla fəlakətdə də bir bülbül zarəm. Şərməndəki şərbad sədalar şəmərimdən. Mənzildən içəməzdən. Ölürsəm gənə şadəm. Yapsınlar qədər meykədiyə xak təlimdən anam qurban olurum. Ki xana oxşuyur səsi. Deyirdilər, amma onun səsinin temperi bambaşqa idi. Oxşuyurdu, oxşarlığı vardı. Amma özünün, o öz ağa necə öyrətmişsə, haracan gücü çatır, bir rastlacan pəncədən gücü çatırsa, oracan bal kimi oxuyurdu. Gələn deyir ki, siz taze Şahmalı Kürdoğlu olsunuz, deyirəm ki, yox, mənim atam tarzan olub, belə başa salına qədər indi yorulmuşam da deyirəm. Həndə ki, mən fəxr eləyərəm belə bir kişinin oğlu olmaq üçün. Nədənsə həmişə stüdiyadan qaçıb olmuşam. Nədənsə reklam elətdirmək istəmirdi o gün heç vaxt. O vaxtı onun hündür boy, yaraşıqlı, boylu puxunlu olduğuna görə adətən Kürt sözü də elə bir ki, bu cəngavər adamlara deyirlərmiş. Ona görə o adı ona dəğət kimi veriblər. Atası da qoçaq olub, Qaçaq Mirsaqulu olub, amma çox da igid olub. Qətiyyən Kürt millətinə mənsub deyildi Şahmalı bəy. Haqqında doğru olmayan məlumatdır bu. Sadəcə əsirləri Qubadlı rayonunun olduğuna, yəni dağ adamı sayıldıqlarına görə Türk dilində mərdlik anlamı daşıyan Kürt sözünü özünə ləqəb götürmüşdü. Atasına da belə deyirdilər. Ermənilərin hər zalımlığını gördüyü üçün onlardan intiqam alan, bu mənfur millətə aman verməyən atası Sovet hökumətinin düşməninə çevrilmişdi. Buna görə də ermənilər qorxudan ona Kürd adı vermişdilər. Şahmalı bəyin əsl soyadı isə hamının bildiyi Hacıyev, əslində Fətəliyev idi. Mənim babamın balalarının hamısının 2 familiyası olub. Elə bir o Hacıyev də nənəmin familiyasıdır. Ona görə Hacıyev gedir. Amma babamın uşaqlarının bir hissəsi Fətəliyev gedir, babalarının adıyla. Elə mənim atamı həmişə babam deyirdi ki, Fətəli babama oxşuyur, Şahmalı boyda, puxunda çox hündür olur da, o da elə cəngavər olur. Şahmalı Kürdoğlunun gözəl səsi onu hələ uşaqlıqdan məşhur etmişdi, amma nədənsə əvvəllər xanəndə olmaq istəmirdi. Hətta əskərlik zamanı hüquq təhsili də almışdı, amma buna baxmayaraq qismətinin cığırından qaça bilmədi. Yaş ötdükcə o bunu daha çox anlamağa və bu şirin avazı gizlətməyin günah olduğunu dərk etməyə başladı.
Onun başqa da 2 diplomu var idi. Biri universitetin filologiyasını qutarıb qırmızı diplomla öndə özünü... Əli Fəhminin tələbəsi oldu. Bəli, Əli Fəhmi deyildi Şahmalıda siyasi iqtisadı bilən ikinci bir adam ola bilməz. Bəli. Hətta Aşqabadda yurfaqı da qutarıb. Yurfaqı da oxumanın səbəbkarı o vaxtı Səməd Vurğunla bizim öz kəndimizdən olub Səfi Heydəri. Onun savadına o qədər vurulublar ki, atam Aşqabadda elə bir ki, əskərlikdə olub. O əskərlikdə qutarandan sonra orada Aşqabadda hüququ qutardı. Amma nə o hüquqşünas olmadı, dedi mən heç kimi həbs eləyə bilmərəm, tuta bilmərəm, nə də dərs demədi. Dedi, hövsələm çatmır. Ancaq musiqini sevdi. Fars dilində bilirdi yaxşı. Çox gözəl. Əskərlikdə öyrənmişdi. Çox gözəl. Fars dilində bilirdi. Rus dilini çox gözəl bilirdi. Yaxşı Rus dostları var idi. Aleksey general dostu var idi. Titov, Kosmonovat Titov dostu var idi. Yuri Gagarin birinci səfər maşın almışdı Qazi-21. Onun Moskvada Yuri Gagarin Qazi-21 olmuşdu. Vermişlər ona. Sonra o 21'i burada Dağlı məhəlləsində toyda uğradılar, apardılar, uşaqlar əzdilər. Onun pasportunu getdi Gorkidə o 24'ü yığıldı gətirdi. Asaf Zeynal adlı musiqi məktəbində mən 3-cü kursda oxuyanda o 1-ci kursda oxuyurdu. Necə? Yəni Şahmalı Kürdoğlu Ağdamda Bakir Həşimov vardı. Gözəl xanım idi. Süleyman Ələsgər və onları operaya layiq görmüşdü ki, bunlardan yaxşı qeys, məcnun çıxar. Biz bir yerdə oxuyurduq da, Seyid xanəndələrə bir yerdə dərs verdi. O cümlədən böyük xanəndəmiz Zeynəb Xanlarova, İslam Rızayeva, Əlibaba Məhmədova. Şahmalıda onların içində ən görkəmli şəxsiyyət, ilahi ona 3 gözəllik vermişdi. Birincisi səs gözəlliyi, ikincisi özünün gözəlliyi, üçüncüsü də füzuluşunası. Dördüncüsü də var idi, yaxşı rəsm çəkirdi. Hə, o da vardı, bağışda yadımlar. Çox gözəl, istedadlı adam. 1964-cü ildən yenə də Bakı Müslüm Ağayev adına Azərbaycan Dövlət Filarmoniyasında mən ansambla işə qəbul olunanda müəyyən xanəndələr vardı ki, onların muğam dəstgahı oxumağına icazə verilirdi, rəsmi. Onlardan biri də Şahmalı Kürdoğlu'ydu. Şahmalı'nın tək muğam ifası üçün deyildi bu hörmət ona. Şahmalı Kürdoğlu eyni zamanda yaxşı qəzəl ifaçısı idi, qəzəliyyəti yaxşı bilirdi. Füzuli şünas idi. O savadlı filolog idi. Və mənim yadımdadır, böyük unudulmaz xanəndəmiz Xan Şuşinski həmişə Şahmalı oxuyub qutarandan sonra gördüm, fikir verdim, gözü ilə, qaşı ilə razılıq eləyirdi. Xan Şuşinski hər adamla razı qalmazdı. Onun özünün özünə məxsus olan bir muğam intonasiyası vardı. Ondan ötəri ölürdülər. Gələrdilər və o elə söz vardı, o zəngülə vardı, onu da əl çalardılar özünə məxsus. Və ondan başqa onun bir söz deyiliş qaydası vardı muğamda, o sözü ifadə eləmək. O sözü deyənlər almış gəlirdi. Şahmalı Kürdoğlu'nun deyərdim ki, muğam ifası ancaq elə Şahmalının özünə məxsus idi. Və ondan başqa o hələ-mələ mahnını təsnif oxumazdı. Hansı təsnif, hansı mahnı onun ifasına, onun səsinə yatırdısa, onu oxuyurdu.
Səhnədə nə desəz eləyə bilərdi. Mən ehtiyatla onu müşahidə edirdim. Özdə zəhmli adam idi. O qəşək buxara papağı da başına qoyanda cazibədar cüssəli bir adam otururdu sağda, mən də onun solunda, kamança da mənim solumda, ortada. Kamança da boy buxunlu olanda, bu da boy buxunlu olanda mən yazıq qalırdım. Məcbur olurdum ki, tarla bunlara cavab verəm. Bunlarla bax belə müşahidə eləyəndə Şahamalı həməşə belə bir baxışı vardı. Yaxşı barmaq eləyəndə, yaxşı müşahidə eləyəndə baxmazdı ki, bu səhnədir. Paşaoğlu sağ ol. Mikrofon var ya qabaqda. Paşaoğlu sağ ol. Sonra dəflə bir də gördün ki, dəfi çaldı. İndi qutarmalıyıq da, qutarmadı bu, biraz da uzatdı. Artıq dəfdən nəsə eləmək istəyir. Bir də görsən artıq əlavə tremola deyirlər. Belə bu vurudu. Sonra çıxandan sonra səhnə arxasında dedim, Şahmalı. Bəs danışmışdıq ki, rəngi 2 kupleti, birdən yadıma açdı ki, bunu da eləyim də, mənim yaman xoşuma gəlir, qoşa şapalaq. Rakı-takı-dam. Deyirəm, Şahmalı, xəbər elə, deyir, sənə nə xəbər? Maşallah, deyir, avtomat kimi sən orada qaçdırsan. Günlərin bir günü dərs keçir ağa, rəhmətli Kamil müəllim vardı, Tarsala. Bu rast keçirdi. Şahmalı demək, rast oxuyanda səsi pərdəyə girmədi. Yəni səsi düz deyildi. Ya toyda olmuşdu, nəysə, xanımda toyda olanda gəlir səhərə oxuya bilmir axı. Bu da elə birinci ağızdan Kamil müəllim dedi ki, düz deyil səsi. Bir də çaldılar. Musiqi məclisinin türfəyanı bunu oxuyanda yenə səs qaçdı. Qaval əlindən suşulub düşdü. Düşdü, özü pərt oldu. Heç çox qanacaqlı, mərfətli insanmış ki, ağanın xətrinə dəyərdi. Bu qaval yerə düşdü. Durdu, çıxdı çölə. Çıxdı çölə, gördüm, gəzişir. Ağam adı ki, gör də filan kəsi çağır. Gəldim, dedim ki, ağa deyir ki, gəlsin şəhri. Doğru deyirsən, belə təəccüblə ki, yəni bu kişi mənim bu hərəkətimə görə mənim yenə qaytardı. Qaytarır, gəlir, dedi, Şahmalı, mən 70 ilin xanəndəsiyəm, səs pərdəyə girməyəndə, ya o xanəndə toyda olur, ya çox oxuyur, ona görə səs qaçır. Bundan incimə, büyün qaçar, səhər gələ düzələr. Durdu, ağanı qucaqladı, öpdü. Onu o qədər mədəniyyətli idi ki, dedi, ağa bağışladı, həmən qaval əlimdən düşdü. Hiss eləyirdi ki, xaric oxuyur. Ramiz, bu xaric çalır, deyir Qarbon. Dedim, Şahmalı, narahat olma, o havadandır. Özüm elə eləyirdim ki, hiç olmaz. Dedim, o havadandır, Ələtin havası biraz Bakıdan fərqlənir deyən. Yox, orada xariclik var. Onun, bu qarmonun... Öz boyunu almadı. Bu qarmonun o dillərin yoxlatmaq lazımdır. Dedim, Şahmalı, bu toy yola verək. Allah qoysun. İkinci dəfə heylə olanda dedi,
xahiş edirəm. Mən səndən xahiş edirəm Ramiz. Özdə arxamızda çadırın arkasında qatar gedirdi. Oradan pul götür ver ona, geçsin tez karbonun dəyişsin gəlsin. Bax, belə sərbəst adam idi. Şahmalı Kürdoğlu çox çılğın insan idi. Yəqin elə buna görə də 4 dəfə ailə həyatı qurmalı olmuşdu və 4 xanımından da 6 övladı var idi. Afət xanım isə onun ikinci həyat yoldaşı olan Validə xanımın dünyaya gələn qızıdır və üstəlik o Şahmalının bugün sağ olan yeganə qızıdır. Mənim 3 yaşım olandan mənim atamla anam ayrılıb. Atam tələbə olub Bakıda, oxuyub universitetin filologiyasında. Anam kənddə, Ağdam rayonu Qiyaslı kəndində, Qiyaslı 8-lik məktəbində müəllimə işləyib. Bu Bakıda olub, o da Validə xanım. Nəsə aralarında da anlaşılmazlıq olduğuna görə atamla anam mənim 3 yaşım olandan ayrılıb. Ananızdan qabaq da evlənib? Bəli, anamdan əvvəl də evlənib, ondan da bir dənə qardaşım var. Vaqif adı. Vaqif adı. Məni daim saxlayıb, anam saxlayıb. Anam nə deyirdi? Deyirdi, niyə? Anam məni ancaq belə tərbiyə edib ki, o sənin atandır, o sənin fəxrindir, başlayın tazıdır. Məndə də o tərbiyə, indi də o çörəyin yemədiyim ata, o paltarın giymədiyim ata mənim üçün ilahi bir qüvvədir. Həyatım mənim, aldığım nəfəsim elə bilirəm ki, atamdır. Nə qədər... Həmişə can atmışsınız ona? Bəli, bəli. Həmişə can atmışam. Həmişə mən atamla fəxr eləmişəm. O sizdən maraqlanmasa da? Maraqlanmasa da mən onunla fəxr eləmişəm. Maral adında gözəl bir qadın almışdı. 19 yaşında Bakılı qızı idi. Adı da Maral idi, özü də Maral idi. Ondan da 2 qardaşım, bir bacım var idi. Onlar da çox gözəl evlatlar idi. Allah ömürlərini gödəyir. Hamısı. Demək olar. Üçü də öldü. O 3 Maral xanımın özü də, ondan Maralın özü, 2 balası özündən əvvəl, sonra özü bizə Seyhunun ölməyini görmədi. Amma ata sevgisi güc gəlmişdi. Afət xanım məhz atasına yaxın olmaq üçün onun məsləhət gördüyü insanla ailə həyatı qurmuşdu. Ailə həyatımda ona görə qurdum və anam məni istəmirdi bunlar tərəfə verməyə. Mən anama dedim ki, ana sən harada olsan mənim dalımca gələrsən. Amma atam sən tərəfi olsa, mənim dalımca gəlməz. Ona görə də mən atam tərəfə getdim ki, atam da mənim evimə gəlsin, getsin. Hətta atanız da özü istəyib ki, öz bacısı oğlu alsın siz. Hə, özü istəyib ki, o tərəf olun. Rəhmətli anam adıdır ki, bəs qardaşımın təqdirləri, gözəl ailə qurun. Anam da qulaq asın, böyüyümdür. Ailə qurduq. Amma Afət xanım yaman belə qoçaq xanım olub, hə? Bəli, bəli. Belə oğlan kimi. Bəli, bəli. Gözünüz qorxmadı? Yox, yox. Qorxmadı, amma daqiqədə kimi həmişə hörmətim olub. Yəni, mənim özümünkidir. Şahmalı Kürdoğlu'nun səsi elə güclü idi ki, bir ayağı Ağdamda olsa da onu yenidən Bakıya çağırırlar. Bu dəfə o, opera balet teatrında fəaliyyət göstərir. Opera baletdə işləyib, Zeyt rolunu aparıb, İbn Səlam rolu aparıb. Bir günləri Şahmalı Kürdoğlu'nun konserti. Filarmoniyada. Allah hamd olsun, orada bir şiroxudur. Elə bir burada heç kim yoxdur. Təkcə Şahmalıdır. Bir də ansambl. Sakit. Mənim dilimdən deyim, milçək vızıldasa eşidilirdi ki, Şahmalı nətər o Füzulini nətər təqdim eləyirdi. Mən fikir vermişdim, bu klasik ifaya daha çox meyl eləyirdi. O, məsələn, 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində demək belə düzgün olarsa, yəni dinləyici o zövqünə uyğun olan, onun dinləyicilərin qəbul elədiyi gözəl təsvirləri oxumağa xoşdurdu. Füzuldən, Nizamidən, Şeydəzim Şirvanından çətin qəzəlləri oxuyurdu, mənası, məzmununu bilirdim. Bir var ki, bilməyib oxuyasam, bir də var ki, bu qəzəl nə deməkdirsə, o onu çox gözəl bilirdi. Bütün Qarabağın, Azərbaycanın bütün bölgələrinə Şahmalı gəlib tapırdılar, toya apardılar. Dəbdə olan xanımdır o. Həm də xalqla gözəl rəftar eləməklə, o baxmazdı ki, bu kasıbdır, bu varlıdır, bahalıdır, gedim o toya. Yox. O xəssiyyətinə görə həm gözəl xanımdır, həm gözəl xəssiyyəti olmaq hər adama qismət olmur. Həmişə fəxr eləmişəm, həm bu dayı kimi,
Tanıyıb qaynata kimi. Mən ona heç vaxt qaynata kimi baxmamışam, daim kimi baxmışam. Körpəlikdən daim olub mənim. Yoldaşlıqlarım çox olub, yəni hara gedibsə mənlə gedib. Yaxşı zarafatları var idi, geri gələndə. Hətta bir dəfə Qəbəliyə getmişdik, bir dostu var idi onlarda. İçimizdə acıq. Axşamdı, bir beçə kəsdilər, qızartdılar, gətirlər, qoydular stolun üstünə. Demək, beçə stolun üstünə gəlməklə bu kişi elə bir söhbət elədi ki, biz hamımız demək, buna qulaq asmışıq da. Bir vaxt ayırdım onda ki, axırıncı beçənin budunu tutub əlində, o yandan qayıtdı ki, ay bala, buna yenəli beçəymiş. Dedim, boyayı qayba, mən niyə ac qoydum, qoymadım, mən də yiyəm. Bax, elə çox mənalı danışan, yaxşı belə, necə deyirlər, sözlər var idi onda, yaxşı zarafatçı anekdotları var idi. Öz tartışmalarının məclisində kimsə məndən xahiş etsəydi, bəlkə də oxumazdım. Çünki mən qonaq səlahiyyətim var. Mənim bir toxunulmazlıq səlahiyyətim var. Onu mənim əlimdən aldınız. Yox. Ona görə elədim ki, bu cavanlar ki var, bütün bizim gələcəyimiz, bütün bizim varlığımız, ümidimiz, pənahımız olar. Allah oralı sağ eləsin. Hasirlər yaradıcı, hər tərəfli fəaliyyət göstərən insan idi. Onun Azərbaycan mədəniyyətinə bir xidməti də vardı. Ağdam musiqi texnikumunda müəllimlik eləyirdi. O tələbələrdən biri də müğənni Tacir Şahmalıoğludur. Onun sözlərinə görə müəllimi elə bir sinif qurmuşdu ki, ondan sonra uzun illər heç bir musiqi məktəbində belə tələbələr yetişdirilmədi. Şeirin o qədər içinə girmişdi ki, o əruzun içinə o qədər girmişdi ki, mən sizə deyim, dərsdə bizə o elə bizə dərs keçirdi ki, biz Füzulini görürdük. Adətən görürsən dərsdən, misal üçün, uşaqlar deyərdi ki, qutarsın tez gedərdik, yəni belə başqa dərslərdə olurdu. Onun dərsində isə deyildi, qutarmı yetişər, bilənizlər danışaydı. O qədər gözəl danışırdı. Fars dilini bilirdi, həm də qəzəli bilirdi, muğamı bilirdi. Muğamın, necə deyim, o dərdiklərini yiyələnmişdi, o hər şeyi bilirdi. Əruzdan dərs keçirdi, bir də görürdün ki, söhbət dəyişib insan dərsinə. İnsandan danışırdı. Dedi ki, it mundar heyvandı, itin dili də mundardı. Amma deyir, it o mundar dilinə öz yarasını yalayıb sağaldır. İnsan isə pakdır, insanın dili də pakdır. Amma insan o pak dilindən elə bir yara vurur ki, ömür boyu sağaldır. Müəllimdir də, mən oturub o kasetini qoyuram, qulaq asıram ki, qoy onu bir də yansın, yaltalamaq da olmur. Yəni o sözü elə ayırırdı ki, adam asad gəlir, eləyərsən. Amma ayırdığı şeyləri elə ayırırdı ki, baxırsan ki, bu ancaq buna məxsus. O qədər oxumuşum, o qədər toylar yola salmışıq, o qədər ürəklər zikrətə gətirmişik, bəzən güldürmüşük, bəzən ağlatmışıq. Hamısı bunlar müəyyən bir zaman, məkan şəraitində olur. Mən indi yaşa dolmuş sizin bir torpağın yaratdığı bir damcı suyam. Mənim qoşalıq ixtiyar çağır. Mənim gözəl tələbələrim var. Bax, bu olan mənim tələbəm deyil. Füzulinin qəzəllərlə ibarət gözəl bir improvizasiya ilə deyim, yoxsa o tamam bir başqa bir əsər deyil. Çətin olduğuna görə yəni hərənin öz qısa olaraq belə yer vermişdi. Yəni məsələn mənim ad dilinin yerim vardı. O bir oxuyanlar hərəsinə məsələn xüsusi parçalar vermişdi, değil mi? Parçalar vermişdi. Qızlara ad dilini belə. Və o çətin şeydir. Yəni biz onu hardasa deyim, yalan olması 2 ilə hazırladıq.
Və onu gəldik Bakıda biz ASTV-də biz onu çəkdirdik. Mənim də eşkidən bir bülbüyə ola bilməyək. Yazid aman Həmişə istedadlı adamların xüsusi bir talantı da olur. Şahmalı Kürdoğlu da yaxşı xanəndə olmasıyla yanaşı, həm də gözəl rəssam idi. Qardaşlarımın şəklini çəkib, babamın şəklini çəkib, rəhmətli Bəxtiyar Vahabzadənin gözəl şəklini çəkmişdi. Mənim o vaxt səsim baxmışdım, mən qoşanlara salandım. Atam mənə qoşanlara salan kimi aparırdı toylara. Oxuyan da Şahmalı Kürdoğluydu. Biz getmişdik bir hansısa bir rayonunda, uşaqlığından bundan çıxıb. Şahmalı müəllim gecə yatmalı. Gecə yatmalı. Babam buna dedi ki, Şahmalı yat, səhər oxuyassan da, məclis ağır məclis dedi, Şahmalı sən yat, mən yatacam. Gecə bir aləmdə ayandım ki, bu qapının düzə ağzında oturub, nəsə orada belə çəkir, öz üçün belə bir şey eləyir. Kömürlə bilən Stalinin şəkili necə yaradırsa, babam belə baxdı, dedi bunu sən çəkirsən, Şahmalı dedi ki, elə belə qızma qara eləmişəm, dedi, dedi ki, sən narahat olmaz, dedi, toy gəlsin, babam çağırdı, dedi ki, bizim istəyəm bir söz soruşma ola, dedi, buyurun, dedi, bizim bu xanəndəmiz biraz rəssamlığı var, bu qapının üstündə belə bir şəkil çək. Yəni, onun bir şey deyir ki, yəni pis olmaz ki, belə baxdı qapının üstündə, dedi, bunu kim çəkib, dedi ki, Şahmalı müəllim, belə baxdı, dedi, mən onu bilirəm ki, bu şəkil burada həmişə qaldı. Mən bunu rəssama işlətdirəcəm dedi. Bu nədir belə? Doğrudan o qədər gözəl işləmişdi Stalin şəklini. Həyətdə 5 dənə limon parniki salmışdı. İnanırsınız İradə xanım, hələ mən o günə qədər bilmirdim ki, limonun çiçəyinin o gözəllikdə iyi gələr, ətri gələr. Girirdim parnikə, elə bilirdim ki, cənnətdəsən. Hətta ona deyiblər ki, burada sitrus bitkiləri bitməz. Əhmişdi, feyxadə əhmişdi, mandarində əhmişdi. Hətta o parnikin içində göbələk, xiyar, pomidor, lobya, ilin bütün fəsilləri o parnikdə onu yetişdirirdi. Bu qədər həvəsi var idi. Çox, çox. Həyətimizin ortasında artizan vurdurmuşdu. Sot yox, hektarla Şahmalının həyəti var. Özdə dünyada nə ağaç desə, bu orada əkirdi. 7 dərəcə, 10 dərəcə maruzuna ki, məsəl üçün, qarın içində gəlib girirdik, orada girdin ki, bülbül oxuyur. Çox gözəl limonlar vardı, bax, belə limonlar olurdu, belə. Məktəbə gələndə gətirirdi, mənə də gətirirdi, pay gətirirdi. Həmişə də deyirdi ki, mənim balam, müğənni həmişə onun yeməlidir, diri yeməli, yəni o çünki vitaminin qabığındadır, qabıqlı yiyin deyir limonu. Rəhmətli Yaqub Məmmədovuna, Səxavətinə, bunların Şahmalı müəllimin bağında, söhbətlərində olmuşam, bir də məclisdə olmuşuq. Yəni, o insan deyirdim ki, mən studiyada işlədim, kasetlər yazırdım, satırdım, mağazanım var idi. Deyirdim, dayı, gəl işlə yaradım, çağır, qabaq, yaxşı şey oxu, salım yaddaşıda qalsın. Deyir, ay bala, neyləsin, yanındayım da bax. Onun nəsə həvəsi yox idi. Tabiba eşq dərdində qədəmməsən məzacımdan mən bu dərd öldürər bilirəm, əl çək əlacımdan
hasiliyle ermanıca ihtiyacımdan adalam ihtiyacımdan. Məkanında və zamanında Şahmalı Kürdoğlu olduqca qiymətli sənətkar olsa da, nədənsə o bütün ölkədə çox da populyarlaşa bilmədi. Bunun öz səbəbləri var idi. Biri öz səsini, press yazılarını yazdırmaması və telefillərdə az görülməsi idisə, digəri onun həbsxanaya düşməsi ilə bağlı idi. Ömrünün axırında müəyyən səhvlər buraxdı o. Həbsxanaya düşdü. Bəli, tələyə saldılar onu. Atam mənə danışırdı ki, yəni o özünü getdiyi yol dördü. Onu erməni o çirkaba təlib salmışdı və o da həm də ki, mən yenə deyirəm, siz deyirsiniz, o belə də iş görmürdü. Onun mən işlədiyimə görə o sözü böyük bir müəssisədə reviziya aparılmış. Yəni o da başlayır. Hər bir insan da hər bir insanın bacardığı işlə deyildi. Böyük bir müəssisədə məsələn reviziya aparılır, reviziya edilmişdi məsələn. Amma qanunsuz olmuş. Yəni o işində bəli o həbsi görür. Amma mən onun 4 il onun mən tələbəsi oldum. Mən onda elə bir şey yox. O çox gözəl bir insan. O erməni qadının hesabına mənim atama 80-cı ildə aprel ayının 10-unda Stepanakert-də ermənilər günahsız, hansı ki günahı buydu ki o erməni qadının o maşında gəzdirmişdi. Mənim atamın 24'ü var idi. Onda gəzdirmişdi. O hesaba ona 10 il iş verdilər. Ama 6 il yattı. 3 il 6 ay. 3 il 6 ay. 3 il 6 ay. Nəyimiz vardısa evimiz, mülkümüz, Bakıdakı evimizin içində olan əşyalar hamısını müsadir eləmişdilər. Onun hamısını ali məhkəmənin əli ilə onun hamısını qaytardım, aldım. Onda mənim 19 yaşım var idi. Hətta kənddəki həyətimizi də aldım. Bir dənə evimizdən bir dənə çöp mən hökumətə vermədim. Atanız türbədən çıxanda siz bunları ona qaytardınız? Qaytardım. Atamın maşını 24'ü. 4 il Qaradiz deyildilər, Hədrut. Hədrut rayonunda tustaq olur. Mən həmin Volqanı da aldım. O həbsxanadan çıxandan sonra o Maral xanım boşuyur. Yox, boşamamışdı. Hökumətlə zaksdıydılar, amma ayrıldılar. Ayrıldılar. Bu Maral uşaqlarla Bakıda yaşadı. Atam da kənddəki evdə. Yəni buna səbəb nə idi? Bu 3-cü dəfə ayrılığa. Ona səbəb oydu ki, mənim atam çox qısqanc idi. Deyir ki, birdən 3 il türmədə olaram. Hə, mən 3 il türmədə, həm də uşaqlar böyüdülər. Atamın xasiyyəti çox tündüydü. Başqa xasiyyətdə adam idi. Ona görə nəsə aradan narazılıq oldu. Uşaqlar gəldilər Bakıya, amma uşaqlar gedirdilər, gəlirdilər, qardaşlarım gedirdi, gəlirdi. Bir müddət keçəndən sonra evləndi, Şəfiqə adında bir qadın aldı. Ondan da o balaca özü ilə bərabər şəhid olan uşaq anadan olmuşdu. Adını da Şahiməli qoymuşdu. Yaşı 70'i haqlamışdı Şahmalı bəyin. 1992 il idi. Torpaqlarımızda, Ağdamda qızğın döyüşlər gedirdi və əhali oralardan köçürülürdü. Şahmalı bəy isə Bakıda gözəl evlər olmasına baxmayaraq öz doğulduğu torpaqlardan çıxmağı heç ağına da gətirməmişdi. Fularban elə bir Ağdama getməmişdən qabaq mənə dedi ki, ya gedək Ağdama. Dedi, Şahmalı vallahi ürəyim görünür. Burnumun ucu görünür Ağdam üçün, məhləmiz üçün, evimiz üçün. Dedi, yox, hə, gedəcəm mən, dura bilmərəm mən. Mən deyirdi, əskərlikdə tankist olmuşam. İndi deyirdi, qoysalar bala, mən gedib o tankı sürüb erməni ilə dava eləyərəm. Mən ona çox yalvardım. Dedim, ay ata, çıx. Deyirəm ki, ilahi, nə yaxşı mənim atam şəhid oldu. Nəyə görə? Mənim atam erməniyə girov da düşə bilərdi. O bağları qoyub o çıxmazdı, həyatı boyu. Mən təzə ev tikdirmişdim Ağdamda. Gəlmişdi bizə. Fəqət də deyirlər, bunu bu arada evin eynirsən, erməni o əmanəti, qorxmursan mı? Demək ki, erməni bizə neyini edirsin? İnanmırdım da ki, erməni gələr Ağdama alar. Onun ölümü 1992-ci il 6 noyabrda səhər-səhər yuxudan durub baxıb belə deyib, ah, nə gözəl fəsilsən, ay payız fəsli. Adam öləndə də bu fəsildə ölə. Şəfiqəyə deyib ki, dur get gör dolma pişdi, deyib pişər də, deyib dur get bax. Elə bil nəsə bunu məcbur eləyib.
Allaha and olsun İradə 2 dənə dolmanı qoymuşdu boşqaba. Elə 2 dənə dolma boşqabın içində. Ki qırat elə gəlib düşmüşdü. Ki qırat parça-parça eləmişdi. Mən hələ bu yaşa gəlmişəm. Mənim 54 yaşım var indi. Mən elə dəhşətli yara görməmişəm. Evimiz, həyətimiz, garajın içində qablar, 2 tərəfə darvazamız vardı. Darvazaları, qıratın qəlpələri, toyuqların, hinduşkaların ayaqlarını da aparmışdı qıratın qəlpələri. Limonun parnikində limon ağaçların limonları da doğramışdı. Şərtim budur. Mənə yalnız sənin dostluğun lazımdır. Sənin oğulların aramızdakı sülhün girov olacaq. Burada neft yoxdur, mister Sərkəkli. Sizlə razılaşa bilmərəm, Sir. Varlanmadan hazırlaşın, Əla Həzrət. Sülhü biz qoruyub saxlayırdıq. Bunlar bizim əleyhimizə getdilər. Sultan istəyir sizə bildirək ki, sarı torpaqlardakı qazma işləri sizin müqaviləni pozur. Bizim xalqa neftin gətirdiyi var dövlət lazımdır. Bunu da ki, ən dəhşətli yarası bunun bir qılçanı buradan nətər kəsmişdisə, qılçanın bir tərəf o tərəfə düşmüşdü, bir tərəf bu tərəfə. Sonra başının bu hissəsindən dəymişdi. Bax, belə elə bilirdim ki, çalın. Yer, göy, qapının ağzında, o evimizin, həyətimizin ağzında balaca belə sahə vardı. O da zəfəran əymişdi. O zəfəranların da üstü qan idi. Yer, göy, hamısı qan idi. Allah saxlayanda saxlayır, amma Şəfiqə xanım sağ. Şəfiqə evin içində olmuşdu deyə ona heç nə olmamışdı. Uşaq da çox dəhşətli yaralanmışdı. O qırat düşən həyətdən. Mən 56 gün atamın 40'ında verdim. Ondan sonra oradan çıxdım. Amma siz həmişə deyirsiniz ki, mən atamdan doymadım. Şimdi də özümü bağışlayayım. Niyə? Deyirəm, mən gərək kənar sözlərə aldanmayaydım. Laf məni döysəydilər də, qovsaydılar da gərək əl çəkməyəydim. Mən adamın özündə yaşıyordum. Rahmetli Qiyaslı kəndində yaşıyordum. Bizə xəbər gəldi ki, qırat düşüb qapıya. Şahmanı rəhmətə gedir. Mən ala çatanda uşaq ölməmişdi. Uşağı götürdü ki, yolda rəhmətə getdi. Erməniyə qaldı, qəbri də erməniyə. Niyə orada dəfn elədi? Nə bilim, hiç ağlıma gəlməzdi ki, Ağdamı erməni alar. Qəbristanlığın səhrai yerindən bastırtmışdım. Ki, elə yolla götəndə desinlər ki, bura Şahmalı Kürdoğlu'nun qəbridir. Qaldı erməni. Eyləmə rüsvay özün həm qəlbimi qali təbib. Olmaq istərsən əgər asudəm, qoy rahat məni. Dərdimin yox çarəsinə çünki imkan ey təbib. Sən qan almaqla yaqın bir fayda verməzsən canım. Şevkül elini çıkar mümkünse candan ey tabib, ey tabib. Benim atam Azərbaycan Respublikasının yeganə şəhid müğənnisidir. Yeganə şəhid müğənnisi. Özdə mənim atam müğənnidir. Nə mənim atamın muğam evində büstü yoxdur. Nə mənim atamın o muğam oxuyanların cərgəsində adı yoxdur. Qarabağ xanəndələrindən birinci dəfə var idi, sonra çıxardıqlar. Düzdür, Qızıl Fondda var, amma indi yoxdur. Məzarı o müqəddəs torpaqlarda əmanət kimi qaldı Şahmalı Kürdoğlu'nun. Qarabağın ən gözəl bülbüllərindən birinin. Bugün onun məzarını ziyarət edə bilməsək də, adına heç nə olmasa da, Şahmalı Kürdoğlu artıq ölməzliyə qovuşa bilib. Hər dəfə o da canlanır. Rastın havası dalğalandıqca. Bu ağayana səs isə bax beləcə, aram, arxain şəkildə, hələ uzun illər haqsızlıqlara meydan oxuyacağını onu unudanlara mesaj verir. Mən bir şairidi qədri həzirəm.
veda